Salamünaleyküm. Sizə bir hadisəni danışmaq istəyirəm. Mən lazım olan hadisələr, başıma gələnləri özümdə istifadə elədiyim və sizə də lazım olan məsələlərdən məsəl çəkirəm. Sizə də lazım olar istifadə eləyərsiniz. Bir dəfə Moskvadan təyyarə ilə Bakıya qayıdarkən yolda təyyarənin salonunda bir digər sərnişinlə Azərbaycanlı bir xanım gəldi. Mən oturmuşdum pəncərənin yanında. Bir xanım gəldi, Azərbaycanlı xanım idi, biraz Rusiyada yaşayandı görünür. Nəsə gəldi, o salam deyirəm, o xanım da nə vaxtsa bu roliki görsə, salam deyirəm ona da. Aslan adına bir oğlanla gəlirik. Nəsə geçdim, oturdumuşdum orada, bu xanım gəldi, dedi, durun, bura mənim yerim. Mən dedim ki, mənimdir. Rusya dedi ki, moyo mesto, mən dedim ki, yox, mənimdir. Nəsə stüardessa gəldi, mənə dedi ki, sən dur bu tərəfdə elə, sənin yerin bu tərəfdə. Nəsə əyləşdim, bu xanım oturdu pəncərənin qarşısında. Jalüzü çəkdi, pəncərənin jalüzünü bağladı, oturdu, kitab oxuyur, jurnal oxuyur, nəsə. Mən də baxdım, bir xeyli keçdi, təxminən bir yarım saat, bir 40 dəqiqə keçəndən sonra xanım durdu, bayıra çıxanda mən keçdim yenə xanımın yerinə, telefonumu götürdüm, jalüzü açdım, başladım oradan yeri çəkməyə. Bu xanım gəldi, oturdu mənim yerimdə, dedi ki, dedim, yox, gəlin keçin, dedi, yox, oturun, mənə maraqlıdır, siz 10 kilometr məsafədə, göydən təxminən o təyyarədə xəbər verirlər, təxminən 9-10 kilometr məsafədə göydə uçurur, sərnişin təyyarəsi. Dedi, 10 kilometr məsafədə dağlar görsənmir, siz orada nəyə çəkirsiniz? Dedim, siz də gəldiniz, oturdunuz burada, pəncərəni bağladınız, bəs siz nəyə görə belə? Dedi ki, mənim yerim olduğuna görə. Mən dedim, mən isə bu, bəzən insanların sağlamlığı ilə məşğul olan Türkiyəçərə və bu belə rolikləri çəkirəm, hərdən bir lazım olan və mənim yanıma gələn adamları həyatda bəzi əsəb nevroloji olan, xəstəliyi olan adamları başa salmaq üçün deyirəm ki, buradan insan dağları görmür. Təxminən 10 kilometr məsafədə dağlar görsənmir. Burada toz da, insan toz qədər də görsənmir. Yəni dağlar, meşələr görsənməyəndə təsəvvür etsin ki, insan heç zərrəcik də yoxdur. Bəzən insanlar biz yerdə olanda o qədər iddialı, o qədər böyük gözümüzü hiss edirik, o qədər qüdrətli hiss edirik. Bütün qlobal məsələləri həll etməyə çalışır. Nəinki dövlətlər arası, planetlərin münasibətini, bəsən hansısa komet gələcək yerə, nə eləyəcək, bütün günü ancaq onlarla məşğul başımızı lazımsız informasiya ilə doldururuq. Və yaxud öz aramızda, qonşular, qohumlar, ailə arasında, iş yerində bütün münaqişələri həll etməyə çalışırıq. Biz bəzən məsələləri öz gözümüzlə baxmağa çalışırıq. Mən hərdən deyirəm adamlara ki, əgər siz əks tərəfə keçib öz tərəfinizə baxanda onda daha yaxşı görsən. Əgər onu eləyə bilmirsə, bax, təyyarə ən yaxşı metoddur. Bax, təyyarə, yəni Allahın gözü ilə, yəni yuxarıdan, indi biz hələ təyyarədən 10 kilometrdə insan hiss eləmir. Digər insanları, yerdə yaşayan, bax, digər məxluqları gör. Allahın gözündə biz nə qədər zərrəciyik, nə qədər iddiamız var, nə qədər böyük gözümüzü göstərməyə çalışırıq. Bunlara diqqət etmək lazımdır. Sağ olun.